Nə varsa hamısı dinlə, sənə heç nə gizlətmirəm ki mən. Brat, Allah'ın da olsun, yəni vəziyyətim pisliyə. Oradan gəlmişəm, heç nə eləyəmirəm də. Quran haqqı düzəlmişəm də, bəlkə adam da öləm. Bir də mənə nəsə kömək eləyir, işdən zatdan. Nə məşğulluq idarəsində işləmirəm, sənə kömək eləyim. Baxma da, sənin də ətrafın zadın var, tanışdığın var, qalmışam ortalıqda. Ətrafın tanışın işə nə dəxli var? Neyniyəcəm? İş ol, sən iş düzəldəcək. Bir dənə kiməsə ağız aç da, Quran haqqı nə iş olsa işləyəcəm. Nə, bu keçən də ağız açdın da, yarıtdın. Getdin sonra Moskvada biraz gəzdin, gəldin də yenə mən günahkarım. Gəzməmişəm, mən brat, indi neyniyim, vəziyyət elə alındı ki, aləmdə idi, bir-birinə çıxdım, gəldim də. Onun da mən günahkarım mən neyniyim onu? Bir dənə dostarsınız, dala iki oğlansınız, hansınızı ağız açıram, məni fırladırsınız, iki oğlansınız, bir dənə çıxardım mənim vəziyyətdən. Deməli, nəsə var da, inanmırlar da, inandan düşmüşsən. Pulum, param yoxdur da, brat, bir də özümü düzəldim, Allah qaytarmayan da kişi deyir. Bir dənə məni çıxardım vəziyyətdən. Heç qaytarmaq da lazımdır, bax götür, halal xoşun, heç abratını da istəmirəm. Ala, 65 götür. Götür də, nə baxırsan, O qədər pul var orada, mən Allah, yaxşı, bunu da götür, heç nə istəmirəm, abratını da istəmirəm, götür qalsın səndə. Sən olsa qaytaran zatını döyürsən. Maşında da gözün var, hə? Bu maşını sürsən, o qədər pul verir ki, cahilsən. Maaşlardır. Ay, bulə, necə adammışsalar sizə. Mənə yol ustarasa düşürdə bilərsən. Yaxşı, düşürdə. Telefon da yaddan çıxdı ya, deyirəm, çox bəd ayağım var sən, otur gəl. Sən quş beyinsən, mən neyniyim, sənə düşün. Otur az danış. Açıqdır? Maaşlar, millet. Sən maaşlar var, qoy mənə. Fızqır ver maaşlar var, ver.